Ben bugün size Quinta dairəsində diyezli major qalmasının rahat bir yolunu öyrədəcəm. Biz əvvəlcə notların adlarını yazaq. Notların tanıdığımız adlarına ro, do, re, mi, fa, sol, la və si. Və hərf adlarını göstərək. C, D, E, F, G, A. Bəli. Ən əsası isə biz nümunə üçün rahat öyrənək. Ondan sonra həmin öyrəndiyimizi hərf adlara və not işarələri olan adlara tətbiq edək. 1, 2, do, re, mi, fa, sol, la və bunda görə artıraq, si. Hər bir şəkildə diyezli qammalar tapılmağı eynidir. Diyezli qammalar. Başlayaq. Biz birinci addımımızı Quinta dairəsində götürürük. Quinta 1, 2, Quinta birinci səslə nisbətən 5-ci səslə. Sadəcə olaraq notların işarələrin sayını öyrənirik. Birinci addıma gedirik. Birinci addım gedirik. Sol. Yəni birinci addıma 1 yazırıq. Eyni qaydanı tətbiq edirik soldan sonra. Yəni soldan gedirik. Təkrarən gəlirik. Yəni 1, 2, 3, 4, 5 olur. İkinci addım. Təkrar mi'dən gedirik. Üçüncü addım. Yazaq üstündən 3. Li'dən gedirik. Bu dördüncü addım. Bu 5-ci addım. Altıncı addım. Bu isə 7-ci addım. İndi isə xətlər biz çaşdırmasın deyə xətləri götürək. Rahat bir şəkildə silək. Çünki xətlər bizi çaşdıracaq. Xətləri silək və işarələrə fikir verək. Sil. Xətləri silək. Sizin üçün qarışıq yaranmasın. Belə. Bunu bir səliqəyə salaq. Çünki xət üstünə düşübdür deyənə biraz sizi çaşdıra bilər. Aha. 2 yuxarı qaldırıram. Üzr istəyirəm. Başlayaq. Do diyezə aiddir. Fa da işarə olduğu üçün diyezdir. Baxın. Do major qammasında do major dedik. Heç bir işarə yoxdur. Heç bir işarə yoxdur. Re major qammasında 2 işarə var. Mi major qammasında 4 işarə var. Fa major qammasında 6. Fa major yox, fa diyez major qammasında 6 işarə var. Sol major qammasında 1 işarə var. La major qammasında 3 işarə var. Si major qammasında 5 işarə var. Sertifikasiyanın ən çaşdırıcı sualları, situasiyalı sualları əksərən belə düşür. Məsələn, bizim tanıdığımız do major qamması C, dur. C, dur qammasında neçə işarə var? Heç bir işarə yoxdur. Re major qamması D dur. Məsələn, D dur qammasında 2
işarə var. E-dur qamması, yəni mi major qamması. Dur, mən sizin üçün bir dənə yaddaş kimi verim. Dur major deməkdir. Major qamması deməkdir. Mol isə minor qamması deməkdir. Minor qamması deməkdir. Notların, işarələrin sayını bu yolla rahat öyrənə bilərsiniz.